Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə 3-cü sinif 6-cı su motivi işləməyə başlayağın. Birinci şəkil göstəriblər bizə. Which subject is it? Yəni deyir ki, şəkildə hansı fən göstərilib. Baxırıq bura şəklimizə. Böyütmüşəm. Biraz baxırıq. Görürük ki, burada vurma, faiz, bərabərlik, üstəgəl, çıxma, bölmə işarələri var. Bunlar da ki, riyaziyyat fənnindəndir. Riyaziyyat fənni də ingilis dilində maths deməkdir. Yəni D variantı. İkinci şəkildə deyir ki, choose a correct variant. Which subject do you like? I like gym. Deyir ki, düzgün variantı seçin. Sən hansı fənni xoşlayırsan? O da cavab verir ki, I like gym. Yəni mən idmanı xoşlayıram. A variantına baxırıq ki, burada coğrafiya fənnidir. A variantına baxırıq ki, coğrafiya fənnidir. B variantında idmandan söhbət getmir. C variantında deməli idman edir burada uşaqlar. Gym o variantı seçirik. Üçdə deyir ki, choose a correct variant. Will learn numbers in this subject. Yəni biz bu fəndə rəqəmləri öyrənirik. Which subject is it? Bu hansı fəndir? Rəqəmləri hansı fəndə öyrənirik? Əlbəttə ki, riyaziyyatda. Riyaziyyat da ingilis dilində maths deməkdir. 4-də deyir ki, write the missing letters. Yəni ki, buraxılmış sözlər, hərfləri yazın. Bu riyaziyyat fənni, riyaziyyat deməkdir. Riyaziyyat da ingilis dilində bayaq yuxarıda A variantında da göstərdiyimiz kimi M, A, T, H, S yazılır. İkinci isə driving sözüdür. Yəni driving də çəkmək deməkdir. D, R, A, V, I, N, G yazılır. Burada da S, O, C, C, E, R sözüdür. Reading oxumaq, kitab oxumaqda da R, E, A, ding yazılır. Yazı yazmaq sözü növbəti writing. V, R, I, T, ing yazılır. Keçək 5-ci suala deyir. Translate the words. Sözləri tərcümə eləyin. Deməli, geography, coğrafiya deməkdir. Yazağın. Coğrafiya. Növbəti history, tarix deməkdir. Növbəti sözümüz singing, mahnı oxumaq. Mahnı oxumaq sözüdür. 6-da da deyir ki, translate the sentences, yəni cümləni tərcümə elə. Do you like driving? Sən şəkil çəkməyi xoşlayırsan? Bizə bu sualı verir. Yəni tərcüməsi odur. Do you like driving? Sən şəkil çəkməyi xoşlayırsan? Yazaq. Sən şəkil çəkməyi xoşlayırsan? Xoşlayırsan. Sual işarəsi. Çünki bizə sual verib. Deməli, bildiyimiz kimi you sən deməkdir. Like xoşlamaq deməkdir. Driving də şəkil çəkmək deməkdir. 7-ci cümləmizdə deyir ki, unscribble the words and write the correct sentences. Sözləri düzgün sıraya qoyun və cümləni yazın. Bildiyimiz kimi ingilis dilində birinci mübtəda, sonra xəbər, yəni hərəkət gəlir. Deməli, burada mübtədamız my favorite. My favorite subject is music. Yəni deyir, mənim sevimli fənnim musiqidir. Yazağın, yəni burada heç xəbəri yoxdur, yəni o.
Dediyim buna ait değil. My favorite subject yerim kalmadı. My favorite subject is music. Yəni mənim sevimli fənnim musiqidir. 8-ə deyir ki, match the words to the pictures. Yəni şəkillə sözləri bir-birinə uyğunlaşdırın. Sözləri şəkillərə uyğunlaşdırın. Playing soccer birinci şəkildə futbol oynayan uşaqlar göstərilir. Playing soccer-də futbol oynamaq deməkdir. Ona görə belə uyğunlaşdırırıq. İkinci şəkildə isə eksperiment aparırlar. Laboratoriyada təcrübə aparan uşaqları götürürük. Doing experiment, eksperiment eləmək deməkdir. Eksperiment aparmaq deməkdir. Növbəti şəklimizdə isə uşaqlar kitab oxuyurlar, yəni reading, kitab oxumaq. 9-cu da deyir ki, match the words, yəni sözləri uyğunlaşdırın. Playing soccer, futbol oynamaq. Reading a book, kitab oxumaq. Singing, oxumaqdır, yəni singing a song, mahnı oxumaq deməkdir. Onda da deyir ki, choose a correct variant, düzgün variantı seçin. Do you like maths? Bizə sual verir ki, sən riyaziyyatı xoşlayırsan? Do ilə sual verir. Ona görə yazırıq ki, yes, I do. A variantı. Does-ı niyə götürmədik? Çünki does üçüncü şəxslərlə işlənir. Does he, she, itlə işlənir. Bizdə də yerdə qalan şəxslərlə do işlənir. İkinci cümləmizdə baxın, artıq she var. She ilə does işlədiblər. Does she like singing? Sual verir ki, sən mahnı oxumağı xoşlayırsan? Biz də yaza bilərik ki, no, she doesn't. A variantını niyə seçməcəyik? Çünki burada does yazılıb. Doesn't yazılmalıdır not olanda, inkarda olanda. Bugünlük bu qədər. 7-ci summativi qaçırmamaq üçün kanala abunə olun və videoları bəyənməyi unutmayın. Hələlik.